Salam, gəlin bu günlərim 6-cı sinif şagirdləri üçün keçirilən OTK suallarının izahına baxaq. Deyək ki, cümlələrdən altından xətt çəkilmiş sözlər əsasında cədvəldəki uyğunluqları müəyyən edin. Burada deyir ki, həqiqi mənada işlənmişdir, sonra da deyir ki, məcazi mənada işlənmişdir. Gəlin baxaq həqiqi mənada işlənənləri. Başına duman alan dağlar, bu təbii ki məcazidir. Kitabı cırılmış görəndə özünü itirdi, bu da məcazidir. Şəlalənin səsi, bu həqiqidir. 3 götürülür. Sonra məcazi mənada işlənmiş sözləri uşağın şirin danış. Şirin danışıq təbii ki məcazidir. 3, 4. Gəminin burnu da məcazidir. 3, 4, 5. Cavab olur B variantı. İndi gələk ikinci suala. İkinci sualda deyir ki, irəli geri. Bir-biri ilə antonimdir. Deməli, 1-ə gedər A. Sonra ağıllı, ağılsız. Kökləri eyni olan sözlər antonim hesab olunmur. Əks məna bildirsələr də antonim deyirlər. 2-yə gedir B. Hüzünlü, qəmli, yaxın mənalıdır. Cümlədə bir-birini əvəz edə bilirlər. Bəli, hüzünlü insan, qəmli insan. Cavab Y variantı. Şəkil sözünə aşağıdakılardan deyir hansı şəkilçi qoşulduqda söz kökünün son saiti düşər. Bu o zaman baş verər ki, saitlə başlayan şəkilçi artırdıqda burada I, kökdəki I düşür. Cavab olur Y variantı. Gələk digərinə. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin deyir. Amonimdir. Bəli, qan sözü amonim sözdür. Bir var bildiyimiz insanın qanı, bir də qanmaq feili. Düz sözü də amonimdir. Düz danışmaq, məsəl üçün qabları düzmək feil. Amonim deyildir. Yon sözünün amonimi yoxdur. Amonim deyil, burada da həyət sözü amonim deyil. Amma 4 ilə 5, bəli, amonim olur. Nəticə, bir işin sonu, nəticəsi. Bir də var nəvənin övladı. Al sözü nə isə almaq, bir də al qırmızı mənası var. 1, 3, 6 cavab olur. Sonra gələk digərinə, 5-ci suala. Deyir, hansı cümlədə frazoloji birləşmə işlənmişdir? Burada hava buz kimi soyuqdur. Burada frazoloji birləşmə yoxdur. Qara xəbər cəmaatı ağlatdı. Sadəcə məcazi mənalı ifadə var. Kəndin göz oxşayan gözəlliyi. Göz oxşamaq. Göz oxşamaq burada məcazidir. Sonra pis söz qəhv puludur. Yiyəsinə qaydar. Burada da frazoloji birləşmə yoxdur. Qapının ağzında balaca qız gözləyirdi. Burada qapının ağzı da yenə də məcazidir. 5-də də olur cavab C variantı. Digərinə keçək. 6-cı sualda deyir ki, küskünlük sözünün fonetik xüsusiyyətləri ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən eləyin. Küskünlük. K-c-ya, l-n-ya, ç-da xışdiriyə çevrilir. Doğrunun altdan doğru, yanlışın da altdan yanlış fikirlər götürülməlidir. Yazılışı və deyilişi arasında 2 fərqli məqam var deyir. K-c-ya, l-n-ya, ç hərfi də xışdiriyə çevrilirsə, burada 3 dənə fərqli məqam olur. Artıq o bir burada, yəni yanlışın altda yazılmalıydı. Kar samitlərin sayı cingiltili samitlərin sayından çoxdur. Burada k, s, bir də xışdirik. Yəni kardır. C, n, n. Bunlar da cingiltilidir. Bunlar bərabərdir. Karla cingiltili bir-birinə bərabərdir. Qarşılığı olmayan 2 samit işlənmişdir deyir burada. Bəli, n, n. Bu 3 doğrudur. Kar cingiltili samit cütlüyü işlənmişdir. K-la G bir-birinin qarşılığıdır işlənibdir. Hecalar samitlə bitir. Bəli, küs, kün. Lük. Bitdi. İncə açıq saitlər var deyir. Açıq sait yox, axı burada qapalı saitlər var. Burada yanlışın altdan yanlış istədiyinə görə altını da götürürük. Cavab 3-6. Bu da doğru fikirdir. Sözlərdən birinin yazılışında səhvə yol verilmişdir. Emosional, qonorar, layihə, tövsiyə. Bunlar doğru yazılıbdır. Amma ixtira sözü yəni t-la yazılmalıdır. Müəllim sözü hansı cümlələrdə yiyəlik haldadır? Müəllim deyilənləri anlamaq üçün biraz da yaxınlaşdı. Burada kim müəllim? Burada adlı haldadır. O bu çətin vəziyyəti müəllim məsləhəti sayəsində. Müəllimin məsləhəti. Qeyri-müəyyən yiyəlik haldadır. 2-ni götürdük. Sonra müəllimin qazancı yenə də yiyəlikdədir. Götürdük.
Məktəbin müəllimi. Burada müəllimi sözü mənsubiyyətdədir. Mənsubiyyət də olanda adlı xal olur. Müəllimin bayaq sən axtarırdı. Sənin müəllimin. Bu da yenə mənsubiyyət şəkildisidir və adlı xaldadır. Cavab 2, 3, B variantı. 9-da neçənci misralarda mənsubiyyət şəkildili söz işlənmişdi? Min bir xatirənin səsi. Bax, səsi sözü. Bir bu. Bir də keçən tarixlərin faciəsi, susi yenə mənsubiyyət. Deməli 1 ilə 2-də var, 3 ilə 4-də yoxdur. Cavab olur yenə də A variantı. Hansı isimlər cəm şəkildisi artırmaq olmaz? Müəllimlik, peşə sənət anlayışı bildirən sözlər cəm şəkildisi qəbul etmir. Sonra mən bunu keçən canlımda da izah eləyəndə demişdim. Və əhali, cəmaət, ictimaiyyət sözləri bunlar da cəm şəkildisi qəbul etmir. Bu sual mən hansı ki bu sınaqdan əvvəl mən bir canlı açmışdım uşaqlara. Həmən canlıda bunu danışmışdım, izah eləmişdim. Bu sualı işlətmişdim onlara. Gəlib indi də yazılıbdır. Deməli B. Burada da cavab oldu B variantı. İndi keçək digərinə 11-ci suala. Hansı sözün leksik mənası düzgün izah olunmuşdur deyir. Deməli, burada müəmmalı sözdür, anlaşılmaz mənasını bildirir. Digərləri yanlışdır. Məsələn, nəcib, gözəl nəcib. Xış, o hansı ki, o vaxtı yeri, torpağı şumluyurdular, xış çəkirdilər, xış sürürdülər. Canfəşanlıq da qəşəng bir ifadə bildirir. Məmnuniyyətsizlik hissi demək deyil. Farağa sakit dayanmaq, bu da yəni düzgün deyil, cavab D-dır. Hansı cümlədə ismin quruluşu hər 3 növ işlənmişdir? Yəni, sadə cöhmə mürəkkəb. Süfrə sadə, balıqçı düzəltmə, hekayələri sadə. Burada mürəkkəb yoxdur. Məsələn, B variantında dağıntı sadə. Burada yataqxana da düzəltmədir, işçi də düzəltmədir. Ümumiyyətlə, mürəkkəb yoxdur. Sözləri sadə, dillər sadə. Pambıqçı düzəltmə, Əli Abbas mürəkkəb, sahədə sadə. Cavab olur D variantı. Otaqda yoldaşı ilə səssiz səmirsiz oturmuşdu. Otaq sadə, yoldaş düzəltmə, səssiz səmirsiz oturmuşdu. Necə, nə tərzdə? Bu zərfdir. Yalnız isimdən ibarət olan cümlələr payız gəlir, əsl soyuq. Soyuq burada sifətdir. Dostumun qohumları şəhərdədir. Cavab B-dir. Komandamızın kapitanı bizi dinlədi. Biz əvəzlikdir. Namərd sifətdir. İstirahət vaxtı musiqi dinlədik. Dinlədik də feildir. 14-də verilmiş cümlələr əsasında yanlış fikri müəyyən edin. Maşınımız torpaq yolla hərəkət edirdi. Həyatda maraqlı hadisələr çoxdur. Deyir, hər iki cümlədə mənsubiyyət şəkilli söz var. A variantında maşınımız ımız. Burada var. Amma həyatda maraqlı hadisələr çoxdur. Bu cümlədə mənsubiyyət şəkilçisi işləməyib. Elə cavab olur A variantı. Qalanlar doğrudur. 15-də cümlələrin birində düzəltmə isim işlənmişdir. Baxaq. Burada elə sadəcə B variantındadır. Ovçu sözü düzəltmə isimdir. Cavab B. Düzəltmə isim sadəcə burada işlənib, qalan heç birində yoxdur. Mətndə oxuyubsuz, mətndə oxuduğunuza görə gəlin cavabları deyim. Mətndə əvvəlinə rəqəm yazılmış hansı cümlədə məcazi mənalı ifadə var? Bu 4-dür. Bunu atasına da xəbər verdi. Xəbəri götürüb nətər verə bilər? Bu, məsəl üçün, kitabı götürüb yoldaşına verə bilərsən, amma xəbəri vermək olmur. Bu məcazi mənadır. İlkin dəqiqliyini itiribdir burada. Cavab D-dır. Sonra, bəli, burada birinci şənbə günü görüş olur. Sonra həbsxana qadağası olur. Ardıcılıq belə gəlir. Balaca qızın məyusluğu baş verir. Sonra quş əvəzinə ağac, cavab C. Hansı cümlə ilə bitirmək mümkündür? Ağacın içində gizlənən kiçik quşlardır. Cavab D. Burada mətnin altına xətt çəkilən söz burada məyus olmaq idi. Məyus olmaq, bikef olmaq, güssəli, pərişan, pərt olmaqdır. Amma məsud, xoşbəxt deməkdir. Bu D variantıdır burada cavab. Sonra 20. Mətnin məzmununa əsasında ehtimal eləmək olar ki, şəkillər həbsxana tərəfindən yoxlanılırdı. Bəli, cavab olar burada da